gəlmisiniz cənab səfir, xoş gəlmisiniz cənab xanım. Bu gün sizi burada qonaqlamaq bizim üçün böyük şərəfdir, çox xoşdur. Bu gün biz Braziliya ədəbiyyatından, Braziliya mədəniyyətindən danışacağıq. Həmkarım, iş yoldaşım, dostum Qismət bu söhbətdə mənə yardımcı olacaq. Xahiş edirəm, stresə düşməyin. Portuqal dilində yalnız bu qədər olacaq mənim girişim, amma tədbirimiz əsasən ingilis dilində olacaq. Bir daha cənab səfir, xanım, mən sizi burada görməkdən böyük məmnunluq duyduğumuzu ifadə edirəm. Deməli, formatımız belədir ki, ilk əvvəl prezentasiyalar olacaq, daha sonra isə sual-cavab bölümü olacaq. Gəlin belə danışaq ki, hər bir deməli, çıxışçı 10 dəqiqə müddətində fikirlərini izah edəcək. Daha sonra isə sual-cavab bölümündə biz hörmətli tələbələrimizin suallarına cavab verəcəyik və həmçinin müzakirə də edərik. İndi ilk sözü vermək istəyirdim xanım Kristinaya, səfrin həyat yoldaşına. You can begin. And I'm going to translate it from English to Azerbaijan. É uma alegria enorme estar aqui hoje Burada bugün olmağımdan çox böyük məmnunluq duyuram. e eu agradeço muito poder dividir esse momento onde a gente vai mostrar um pouco da nossa literatura para vocês. Və mənim üçün çox böyük bir şərəfdir ki, belə bir imkan yaranıb ki, Braziliya literaturasını, Braziliya mədəniyyətini sizin üçün göstərmə şansı qazanmışam və bizim üçün bu şərəfdir belə bir imkana sahib olmaq. A minha formação é em Direito. Mən çalışacağam qeyri-rəsmi, qeyri-formal bir görüş formatında eləyək. Então, meu trabalho é essencialmente com a palavra. Mən sözlərlə işləyirəm, özüm söz adamıyam və ədəbiyyat adamıyam. Eu sou, no Brasil, promotora de justiça de meio ambiente e patrimônio cultural. Braziliyada bura gəlməmişdən qabaq, deməli, patrimonial kultural mədəniyyət sahəsində çalışırdım, mədəniyyət idarəsində işləyirdim. E tive o privilégio de poder continuar com o meu trabalho acompanhando o meu marido aqui e conhecer esse país maravilhoso que é o Azerbaijão. İndi isə Braziliyadan sonra bu gözəl, möhtəşəm Azərbaycan ölkəsində yoldaşımla, cənab səfirlə elə mədəniyyət sahəsində də çalışıram. Həm o yoldaşıyam, həm də mədəniyyət sahəsində işlərinə kömək eləyirəm və burada mədəniyyət işlərini həyata keçirirəm, səfirliyin o işlərini. Eu tenho a sorte de tê-la como esposa. Mən burada yoldaşı, belə bir həyat yoldaşıma sahib olduğum üçün xoşbəxt olduğumu deməliyəm. E de vez em quando ela trabalha para mim como minha conselheira. Həm məsləhətçimdir, həm də orada olur ki, deyirəm mənim əvəzimə də işlə. Ela, acho que a tradução, o título dela é procurador. Prokuror. Procurador. Yəni bütün hər şeyi axtarıb tapan adam deyirəm mən ona. Mas isso assusta as pessoas. Hə, amma bu xüsus ancaq öz aranızda. Mas agora ela está no papel de nômade digital. İndi əsas deməli bütün digitallaşmaqla bağlı səfirliyimizin rəqəmsallaşma ilə bütün işlərini həyat yoldaşıma həyata keçirir. Então, ela teve essa gentileza de se dispor a vir conversar com vocês. Eu também conversarei, mas eu confesso que em literatura ela é especialista. Mən də danışacağam sizə maraqlandıran sahələrdən, həmin istiqamətlərdən, amma bir şey etiraf edeyim ki, ədəbiyyat adı deyə çəkiləndə mən o yanında danışmıram. Ədəbiyyat üzrə mütəxəssis həyat yoldaşımdır. Mən sakit yanıram onda, başqa şeylə də danışacağam. Muito obrigado. Çox sağ olun. Now you can do your presentation, Senhora Cristina. Okay. Vivian, start. Yeah. Okay. Because we had more or less prepared. I'd like to start. Eu gostaria de começar apenas com a apreciação da literatura do século XX, que não é contemporânea, mas que estabelece mais ou menos as bases do que vamos falar. 20-ci mən başlamaq istəyirəm. Olarsa sizin formatı dəyişdirin, mən istəyirəm özüm başlayım. Və 20-ci əsr Braziliya ədəbiyyatından başlamaq istəyirəm. 20-ci əsr Braziliya ədəbiyyatının əvvəllərində. Isso é muito simplisticamente, mas muito brevemente, o começo virada do século XIX e o século XX, sobretudo a primeira metade, é um arco de interpretação da realidade brasileira pela sua inteligência.
20-ci əsrin əvvəllərində qısa desəm, sadə desəm, bütün bizim ziyalılarımızın əsas işi Braziliya gerçəkliklərini deməli, dünyaya çıxartmaq idi və onunla bağlı bizim ziyalılarımız çox böyük narahatçılıq keçirirdi. Braziliya gerçəklikləri olduğu kimi həyatı yazmaqla bağlı. Há um distanciamento enorme entre Rio de Janeiro e onde está a elite, Recife, onde está a elite, Salvador, onde está a elite, e o interior do país. Rio de Janeiro, Salvador, Recife kimi varlıların yaşadığı yerlə kasıbların yaşadığı daxildəki arasında çox böyük bir fərq var idi və Braziliyada bu fərq dünyanın heç bir yerində olmadığı qədər böyükdür. Bir tərəfimiz kasıblar idi, bir tərəfimiz varlılar idi. Və ziyalıları da bu mövzu diqqəti çəkmək, insanlara çatdırmaq, dünyaya çatdırmaq bir öhdəlik kimi götürmüşdülər özlərini. Então, os escritores quase que se intitulam intérpretes de uma realidade nacional que as pessoas não conhecem. Və bizim ziyalılar 20-ci əsrin əvvəllərində insanların başa düşmədiyi və yaxud bilmədiyi bu Braziliya gerçəkliklərini ədəbiyyat vasitəsilə çatdırmaq istəyirdilər və əsas etibarilə də kasıbların yanında olub, aşağı təbəqənin yanında olub, ziyalılarla mübarizədə sanki dəstək kimi özlərini göstərdilər. Vejamos, por exemplo, em 1922 chega o modernismo. Məsəl üçün 1924-cü ildə modernizm bizə gəldi. E na literatura, o herói dele é o antropófago. É um escritor que fala da antropofagia brasileira, cultural. Və bu ədəbiyyat yeni bir dönəm qazandı, yeni bir istiqamət aldı və mədəniyyətlə ədəbiyyatın daha çox orada vəhdəti, birləşməsi baş verdi. E também surge nessa época o anti-herói típico brasileiro que é Macunaíma. Macunaíma é um personagem. Və bu dövrün adını çəkəndə mütləq Macunaímanın adını çəkməliyik. Bizim ən məşhur yazıçımızdır. 1920-ci illərdə Braziliya modernisti deyəndə Macunaíma yada düşür. E tipicamente nessas obras há uma viagem. É como que Braziliya boyunca səyahət etmək, gəzmək. se sai andando pelo Gəzir Braziliya ştatlarını. Então, a realidade da parte norte, que é empobrecida pela seca, Heç yeməyin olmadığı, hamının acından az qala öldüyü şimal hissəsi e expulsa a população para os centros do sudeste, və ölkənin şimalı, cənub hissəsi Rio de Janeiro kimi. para o Rio de Janeiro. Bunlar qarşı-qarşıya qoyulur. Bu indiyə kimi deyilməyən mövzular idi. Yəni bir tərəfində insanların çörək tapa bilmədiyi, o bir tərəfində isə həddən artıq varlıların olduğu ölkənin gerçəkliyini üzə çıxartmaq zamanı yetişmişdi. Por exemplo, Lula. Lula, bizim keçmiş prezidentimiz Lula. Lula, que é filho dessa migração interna. O, misal üçün, Braziliyada daxili miqrasiyanın əsasını qoyanlardan biri hesab olunur. Eu sou neto dessa migração interna. Meus avós foram para a Amazônia e meu pai foi para o Rio. Və bu böyük bir miqrasiya nəticəsində Amazoniyadan daxilə və daxildən Amazon meşələrinə böyük bir köç başladı. Então, essa literatura dos retirantes, por exemplo, em Vidas Secas, de Graciliano Ramos, é um clássico. É a exposição dessa vida, dessas pessoas, que o literato vai trazer, o hiperletrado vai trazer para a classe média que lê, que não são muitos, para conhecer o interior do Brasil. Və bu yeni həyata başlama, hər şeyi sıfırdan qurma, yeni ərazilərə hakim olma da həmçinin həmin dövrdə Braziliya ədəbiyyatının əsas qayəsini təşkil edir. Tanımaq, bilmək, yeni həyat qurmaq. E temos um momento fulgurante, um momento dourado, que é a década de 1950. 1950-ci illərdə ədəbiyyatımızda yeni dövrə başladı. E é lá que se faz o que eu acho que é a síntese, melhor até então, desta descrição do Brasil para os brasileiros. Və bu dövr əsl Braziliyalılara Braziliyanı görmək istədiklərini yazan yazıçıların dövrü oldu ki, necə görmək istəyirik ölkəmizi, sosial fərqlərin aradan qalxdığı, insanların yaxşı yaşadığı. Que é Guimarães Rosa. Bu da Guimarães Rosa adını çəkməliyəm. Guimarães Rosa
Guimarães Rosa 40-cı illərdə ilk əsərlərini çap etdirməyə başlayıb. O, deməli, Braziliyanın görünməyən yerlərində kasıbların dilini necə danışdığını, küçələrdə aşağı sosial təbəqənin ailə daxili söhbətlərini, həmin dili ədəbiyyata gətirib. Əslində özü şəhər adamıdır, burju adamıdır, amma hər zaman kasıbların yanında olması ilə, onların dilini ədəbiyyata gətirməsi ilə tanınıb. O küçə-küçə gəzib, insanların əslində necə danışdığını, küçə dilini öyrənib. Onun tanınmış qısa hekayələrindən biri deməli, məhz Braziliyanın arxa küçələrindən birində çəkdiyi şəkilləri qoyaraq, həmin söhbətləri qeydə alaraq olduğu kimi çatdırıb. Ona kimi Braziliyada belə bir şey olmamışdı. Guimarães Rosa ilk dəfə belə bir şey eləyib. He picks up there something called as Canção do Morro, which is this song. Deməli, addım-addım gəzib, evlərə, kəndlərə girərək onları danışdırıb, qeydlər götürüb. Və beləliklə də görünməyən, bilinməyən, rəsmi olmayan Braziliya Portuqal dilinin yaşanmasına və ədəbiyyata köçürülməsində müstəsna xidməti olub. Are sold in the interior. So this is a very violent examples. It's sung as music, and at the end of the story is the first time that somebody sings the whole story. Və hekayələrindən biri bu Braziliyadakı silahlı çevrilişlə bağlıdır. Həddən artıq qəddar, tük ürpədən və real gerçək hadisələrdən yazılmış bu hekayə və çox böyük bir məşhurluq qazandı, həm də onun dilinə görə. Mənim yoldaşım bu barədə daha çox danışacaq öz prezentasiyasında. Və sosiolingvistika sahəsində Guimarães Rosanın deməli, Braziliyada ilk mütəxəssislərdən, ilk bu sahədə araşdırma eləyənlərdən biri hesab edilə bilər. Özü həm də diplomat idi, mənim kimi səfir idi, amma bütün həyatı boyu həm də yazıb. Diplomatik fəaliyyətini yazıcı fəaliyyəti ilə bərabər aparıb. Əsas da bütün həyatını rəsmi olmayan, danışıq Portuqal dilindən, kəndlərdə, ucqar yerlərdə insanlar hansı sözlərdən istifadə edir, bir-birinə necə danışır, bunu ədəbiyyata gətirməsi ilə məşğul olub. Həmçinin onu oxumaq çətindir, açığı başa düşmək çətindir. Onun deməli kəşf etdiyi səsləri siz başa düşə bilmərsiniz. Şəhər adamısınızsa, Braziliyanın arxa ərazilərində olmamısınızsa, Guimarães Rosanı oxumaq sizə çətindir. Guimarães Rosanı yerli həmin ərazinin adamlarından birini oxumağa versəz, sanki bir musiqi ritmi ilə qarşılaşacaqsınız. Bu qədər maraqlıdır. Ancaq sizin üçün bir tərcüməçiyə ehtiyac olacaq. Çünki böyük şəhərlərin adamları Rio de Janeiro, Salvador, São Paulo həmin ya danışıqları, həmin dilləri bilmir. Grande Sertão adlı yalnız bir əsəri var. Guimarães Rosanın dilimizə tərcüməsi böyük arxa məkanlar kimi demək olar. Və bu kitab arxaik, danışıq prozası, bir çox neologizmlər, standart dildə istifadə olunmayan sözlərlə zəngindir. Braziliya arxa ərazilərinin danışıq dili ilə zəngindir.
Biz artıq bu dili itirmişik, bu dildə danışan yoxdur, amma böyük bir lingvistik əhəmiyyəti var bu kitabın. Bu yeni Braziliyaya aidiyyatı olmayan bir dildir, amma bununla belə o dilin əsası, dilin özülü məhz belə arxa məkanlarda danışılan dildir. Ona görə bu baxımdan çox önəmlidir. Mas vocês vão ter duas visões, uma visão de um editor e de um diplomata e uma visão de uma leitora. Sizin burada auditoriyanın bəxti onu gətirir ki, bir diplomat nəzər nöqtəsi görəcəksiniz, bir də sadə bir ədəbiyyat adamı nəzər nöqtəsi. O Braziliyanı elə gördü, elə təqdim elədi. Mən indi görüm necə görürəm. E eu fico muito feliz de poder. Foi só mostrar. Que como ele explicou, o Brasil é muito grande, então nós temos muitos Brasis dentro do mesmo país. Ölkəmiz artıq deyildiyi kimi, diplomatın dediyi kimi çox böyükdür, çox rəngarəngdir. Ölkənin daxilində çox çeşidli insanlar, dillər var. Çevirə bilərək də. Isso aqui é uma pequena estrutura para a gente entender por que chegamos aqui. Então, nós começamos com Machado de Assis, que é o nosso grande pai da literatura. Kiçik bir sxem çəkmişəm. Bu sxemdən Braziliya ədəbiyyatı haqqında geniş bir təsəvvürə sahib ola bilərsiniz. Bizim üçün Braziliya ədəbiyyatı Machado de Assis'dən başlayır. Birinci ancaq onun adını çəkirik. Atası deyirik biz, ədəbiyyatımızın atası Machado de Assis. E foi quem estruturou de uma forma muito inteligente. Não, ele contou e ironizou a sociedade brasileira por primeira vez. O əsərlər, ədəbiyyatı bənzərsiz şəkildə qüsurlarımızı, çatışmazlıqlarımızı ironiya ilə çatdırır. Onun kimi heç bir Braziliya yazıçısı qüsurlarımızı elə bənzərsiz çatdıra bilməyib. Machado de Assis kimi ironiya ilə amma. E mesmo sendo irônico e extremamente certeiro com aquela sociedade, especialmente a do Rio de Janeiro, ele conseguiu entender essa sociedade e fundou a Academia Brasileira de Letras. Baxın, Braziliya deyəndə, varlılar deyəndə, zədəgan deyəndə Rio de Janeiro yada düşür. Amma o həm də Rio de Janeiro'nu o əsərlərində qamçılayır. Sadə insanların yanında olmaqla çox kiçik, az sezilə bilən bir eyhamlarla Rio de Janeiro'ya yığılan varlıları, yalançı ziyalıları qamçılayır və kasıbların yanındadır. Ona görə Machado de Assis'i atamız adlandırırıq. Guimarães Rosa, que ele já fez a apresentação. Şimdi isə yoldaşımın sevimlisi bayaqdan danışdığı haqqında Guimarães Rosa'nın adını çəkəcəm. E Clarice Lispector. Və bizim şairimiz Clarice Lispector. Bu adlar Braziliyanın ədəbiyyatını əks edir. Que já é uma escritora moderna, né, agora dos anos 70, e que ela tem grande legado para a nossa cultura contemporânea, a junção de vários outros, não só esses, né? 70 yaşı var, vive. Não, já faleceu. Okey. 70 yaşında rəhmətə gedir və Clarice Lispector şeir deyiləndə yada düşən adamdır. Çox böyük bir ədəbi irs qoydu özündən sonra getdi və çox sevilir. O outro acho que mostra pouquinho melhor. Socorro. Não. Oi? É muito difícil a gente escolher autores para representar o nosso país. Eu espero que um dia vocês sintam essa responsabilidade. O qədər deməli, mən üçün böyük məsuliyyətdir ki, gəlmişəm sizin qarşınızda. Gəlməmişdən qabaq fikirləşdim ki, kimi seçsəm. Misal üçün, siz kimi seçsəydiniz, başqa ölkəyə getsəydiniz, öz ədəbiyyatınızdan bir adam desəydilər, həmin çətini, responsibility-ni mən indi hiss edirdim ki, kimlərin adını çəkəm. Axırda fikirləşdim, bu üç nəfərin adının üstündə dayandım. Qısaca Machado de Assis'in böyüklüyünü, əhəmiyyətini göstərən bir faktı deyim ki, onun istifadə etdiyi Portuqal dilini biz hətta bu gün belə universitetlərdə öyrənirik, onu uşaqlara keçirlər. Səbəb isə onun deməli dəqiq və standart Portuqal dilindən istifadə etməsidir. Guimarães Rosa xalq nitqinin dərin tədqiqatları nəticəsində yazıb və indi onun yaradıcılığı bizə çox önəmlidir.
Clarice Lispector yaradıcılığında xüsusi önəmli yeri isə qısa adlıq cümlələr, pauzalar, asta sürət tutur. O obrazları vasitəsilə az sözlə, pauzalarla çox önəmli durumları çatdırmaqda ustadır. Sürət hər zaman aşağıdır onun əsərlərində. Məhz bu üç ədəbiyyat adamı vasitəsilə bizim ədəbiyyatın müxtəlif dövrlərdə necə formalaşıb, müxtəlif istiqamətlər üzrə inkişaf etməsi ilə bağlı aydın təsəvvürə sahib ola bilərsiniz. Machado de Assis 40-cı 50-ci illərdə həm yazmaqla, həm də yazdıqlarını şifahi danışmaqla Braziliyada maarifləndirməklə bağlı misilsiz işlər görmüşdür. Azərbaycan oxucuları da artıq bu böyük yazıçı ilə tanışdır. Çünki onundan Casmurro əsəri dilinizə tərcümə olub. O həm maarifçi, pedaqoq kimi də Braziliyaya xüsusi xidmət göstərib. Guimarães Rosa artıq qeyd edildiyi kimi Braziliyanın arxa bilinməyən ərazilərinin dilini şəhərlərdə danışılmayan dilli ədəbiyyata gətirməsi ilə yadda qalıb. Onu oxumaq bir başqa qiraət keyfidir. Hə, düzdür, bəzən çətin olur, amma bənzərsiz bir təcrübədir. Və Grande Sertão əsəri böyük arxa məkanlar kimi dilimizə tərcümə olunub. Həqiqətən də bənzərsiz dahi hekayədir. Və Clarice Lispector indi bir qədər yeni tarixə nəzər salaq, Clarice'in timsalında. Ümid edirik ki, yaxında Azərbaycanlı oxucular bu böyük Braziliya şairəsi ilə tanış ola biləcəklər. Çünki onun kitabı tərcümə edilib, çapa hazırlanır Clarice Lispector'un kitabı. Lispector'un yaradıcılığı əsasən pauzalar, düşüncə fasilələri, asta templə oxucuya nüfuz etmə, analiz etmə, nəticəyə gəlmə imkanı vermə fəndləri xarakteriz edir bunun deməli yaradıcılığını. Bu şair üçün bizdə yalnız iki münasibət var. Ya sən onu sevə bilərsən, ya da nifrət edə bilərsən. Bu ana kimi danışdığım Machado de Assis, Guimarães Rosa, Clarice Lispector üç müxtəlif yaradıcılığa, mövzulara, hekayələrə sahib ədəbiyyat adamlarıdır. Onların ədəbiyyatında eksperimental, yeni tip hekayələr, arxa məkanların dili və s. rast gəlmək olar. Anlar hər biri Braziliya həyatını fərqli yönlərdən təsvir edir. 50-ci illərdən bu tərəfə keçid edək. Bu dövrdə yaranan ən qalmaqallı əsərlərdən biri kimi Quarto de Despejo dilimizə tərcüməsi Zibilxana otağının adını çəkə bilərik. Carolina Maria de Jesus'un bu ürək dağlayan hekayəsi kasıb zənci ailəsini zibilxanalardan kağız, karton yığıb təkrar emala satan qadın haqqındadır. Misal üçün Machado de Assis Jorge Amado Qum Dəryasının Kapitanları hekayə əsərində bizə hekayəni rəvayətçi vasitəsilə, onun perspektivindən nəql edirsə, deməli Zibilxana otağının qəhrəmanı həm də danışandır. Yəni bu avtobioqrafikdir. Ailəsini min bir əzabla saxlayan, bütün ailənin məsuliyyətlərini çiyinlərində daşıyan bir qadının hekayəsidir. Avtobioqrafik hekayəsidir. Zibilxana otağı, Carolina Maria de Jesus'un əsəri. 70-ci illərə gəldik. Bu dövrdə bizdə hərbi rejim qüvvədə idi. Demokratiya yox idi və bu da ədəbiyyata öz təsirini göstərməyə bilməzdi. Bu çox maraqlı dövr ədəbiyyata qəribə təzahür tapmışdı. Bir tərəfdən böyük, kəskin senzura vardı. Hamı istədiyini yaza bilmirdi. Digər tərəfdən də istədiyini yazmaq istəyən yazıcı və şairlərin bu senzuradan yayınaraq istədiklərini müxtəlif yollarla yazmaq, çap etdirmək mübarizəsi vardı. Bu dövr böyük yaradıcılıq, keyfiyyət, məhsuldarlıq dövrü idi. Beləliklə 70-ci illərdən başlayaraq qadınlar da yazmağa başladı. Və bu sıxılmanın, təzyiqlərin fonunda qadınların istəkləri, arzuları, problemləri etməli olduğu işlər haqqında bir əsər meydana gəldi. Bu əsərin müəllifi Audia Listidir. O 3 universitetdə təhsil alan qız haqqında bir əsər yazmışdı və bu gün də qadın azadlığı, qadın istəkləri ilə bağlı bu 3 universitet qızı əsəri çox məşhurdur. Finished. Çox sağ ol. Thank you everyone. Xanım Kristina, çox təşəkkür edirik sizə. İndi isə sual-cavab bölümünə keçməzdən öncə bizim
ədəbiyyat müəllimi, şair, esseyist, qismətə sözü vermək istəyirəm. O Braziliya ədəbiyyatı haqqında kiçik bir prezentasiya hazır olub. Buyurun, söz sizindir. Təşəkkürlər, çox sağ olun. Anar tərcümədə I'm going yardımcı olacaq. Deməli, yəqin ki, Braziliya ədəbiyyatının həm də Latin Amerikası ədəbiyyatı kontekstində qiymətləndirməliyik. El Boom hərəkatı məşhur idi. 60-70-ci illərdə Latin Amerikasının dünyada tanınması ki, bu sırada Cortázar, Vargas Llosa, Gabriel Garcia Marquez, Carlos Fuentes məşhurlaşdı. Borges. Borges, mənim də sevimli yazıçımdır. his favorite. Və burada belə bir bəlkə də klişe ortaya çıxdı ki, bütün Latin Amerikası ədəbiyyatı ancaq magik realist ədəbiyyatdır. That all the Latin American literature is magic realist. Ancaq bu bir nəşriyyat etiketi. Bu xəttin içərisində əslində məsələn biz Braziliya ədəbiyyatının özünə baxsaq, görərik ki, Amadu kimi sosialist yazısı var, Ernesto Sabato kimi sürrealist yazısı var. Yəni bu və cərəyanlar çoxdur. Kriolizmo, indigenizmo və s. kimi ayrıca xətlər var. Təbii ki, indi Braziliya ədəbiyyatının dünyada daha populyar üzü olan Paulo Coelho ilə tanıyırlar. Bizdə də oxucuları çoxdur. Ancaq o mənim də yazısım deyil. Mən də bayaq cənab səfirin çıxışında dediyi kimi o Guimarães Rosa tipində daha avantgard və modernist yazıçıları daha çox sevirəm. Avantgard and realist. Onun o bizim dilə yəqin ki, böyük bozqırın cığırları adı kimi tərcümə edə bilmirik. Grand Serteo, kimi tərcümə edə bilmirik romanın qəhrəmanı Riabaldo. Həm kəndlidir, həm də əvvəli quldur olub və bu bir kəndlinin bozqırdakı uzun bir monoloqudur əslində, düşüncələri də xaosdur. Yes. Və I want to talk about that. Amma mən deyir sənə danışacağım bu şərhdən sonra. Mənim sözləri elə bax sənin şərhin bəs eləməyəcək. Və yəni tənqidçilər onun haqqında deyirlər ki, o həm lokal, yerli ləhcələri, dialektləri gətirmək, eyni zamanda yeni neologizmlər gətirməklə. Local dialects and also he brings neologism to Brazilian literature. Guimarães Rosa. Tərcümə olunandan sonra dünyada Joyce'un Ulysse ilə müqayisə After edirlər. he was translated Joyce'un in the world, he was compared to Joyce and Ulysse. Yes. Yaxud bu sıradan bayaq indi adını çəkdiyimiz Machado de Assis'in yanında bəlkə də bir Euclides da Cunha deyilən bir müəllif də olub ki, o Bahiyədəki üsyandan yazıb. About the revolt in Bahia. Oh, yes. Bizim dilə arxa küçələr, daldalar kimi tərcümə oluna biləcək bir məşhur əsər var ki, onu da Braziliya ədəbiyyatının klassik nümunəsi sayırlar. Burada bəlkə də deməli ingiliscəsi My Sweet Orange Tree, Vasconcelos'un Şəkər portağalı əsərini xatırlaya bilərik. Yaxud Ruben Fonseca'nı xatırlaya bilərik. Yəni adlar çoxdur. Amma mən burada özümün başqa dildən tərcümə edeyim bir şairin şeirini. Now I would like to present to the auditorium the poem that I translated. Braziliya ədəbiyyatının ən məşhur şairlərindən biri sayılır və vaxtilə Iosif Brodsky, məşhur Rus-Amerikan şairi, mütləq oxunmalı olan şairlər siyahısına bu adamı salmışdı. Carlos Drummond Andrade. Yes, translated it and I'm going to be in Azerbaijan. Dünyanı daşıyır çiyinlərin. $1 bu mu? Gün gəlir artıq tanrım deyə bilmirsən. Təmizlik vaxtıdır kökündən. Artıq sevgilim deyə bilmədiyin gündür. Çünki isbat edilib, sevgi boşunadır. Gün gələr gözlərindəki yaş quruyar. Əllərin ancaq kobud işlərə yarayar və ürəyin daşlaşar. Qadınlar boş yerə döyər qapını, açmazsan. İşıqlar söndürülüb, tək başınasan. Qaranlıqda parıldayır iri gözlərin. Məlumdur artıq ağrıya bilmirsən. Artıq dostlarından heç nə istəmirsən. Kimin vecinədir qocalmaq? Qocalıq nədir ki? Dünyanı daşıyır çiyinlərin. Dünya bir uşağın əlindən daha yüngül. Savaşlar, qıtlıq, ailə qırğını, həyatın davam etdiyini isbat edir və heç kimin azad olmadığını. Bu tamaşanı qəddar sayanlar, o ürəyi yuxu adamlar ölməyi seçəcəklər. Gün gəlir, ölüm də işə yaramır. Gün gəlir, buyruq olur yaşamaq. Sadəcə yaşamaq. Qaçış yolu olmadan. Bu, bəli, mən
silsilədir. Yəni mənim əslində danışa biləcəyim, deyə biləcəyim müəlliflər haqqında həm cənab Səfir, həm xanım Kristina çox geniş və təfərrüatlı məlumat verdi. Mən sonda mən deməli Stefan Zweig'i xatırlamaq istəyirəm Braziliya ilə bağlı. Stefan Zweig'i, çünki o dünyanın belə qarmaqarışıq bir dövründə həyat yoldaşı ilə yaşamaq və ölmək üçün Braziliyanı seçmişdi. Belə bir kitab yazmışdı Zweig, deməli Braziliya gələcəyin ölkəsi və elə bilirəm ki, indi bizim həm sizin bizə təqdim elədiyiniz, həm də bizim bugünün Braziliyasına baxanda elə bilirəm ki, Zweig'in proqnozu özünü doğruldu. Təşəkkürlər. Welcome, I'm always like to break it. Bir kısa olunca bu cür müasir dünyada Braziliya yazıçılar yazmağa cəsarət eləmədiyi mövzular var. At the same time, there's this richness of witnesses of the various sectors and identity. So there's identity politics in literature, Və ədəbiyyatdakı milli kimlik problemi. and that alienates a lot of readers. Və bu da bir çox oxucuları yadlaşdırır, kənarlaşdırır. And we need readers. Amma bizim də oxucuya ehtiyacımız var axı. So the danger is that these groups that they should write more and more about themselves. Təhlükə odur ki, cəmaət çox bu qrup ancaq özü haqqında yazmağa meyl eləyir. Özü haqqında, Encapsulate və themselves. kapsulanın içində elə bir ki, bir xırda hamı yığışıb hər öz haqqında yazır. So at that time, I'm talking about 25-30 years more. 40-50 il qabaqdan danışıram. Yes, at the non-Marxist books were banned from the university. Marksist kitablar da bütün universitetlərdən ləğv olunublar. Marksist olmayan kitablar, which were not Marxist, çıxarıb atılır. So Raymond Aron, Ancaq özümüz işlədik. Galbraith, Max Weber, Max Weber istəyirlər. you know, were put out. Herodotus, Plato. Herodot, Platon, onları istəyirlər oxusun cəmaət. The books we published, at least in my press, in my university press, they were that. So there was this there was this intolerance, Dözümsüzlük mühiti idi. another kind of intolerance. Dözümsüzlük ya başqa mühiti idi. Tolerant or another intolerance. That's the danger. bu təhlükə yaradır, təhlükəli bir vəziyyət idi. The danger of intolerance is Dözümsüzlük təhlükəsi. is I think what people are afraid of focusing on, because İnsanlar da qorxur indi, cəsarət eləmir bu barədə yazmağa. so you should have more of a dialogue, and hear really more voices, because you see what's happening in Europe, Avropada görürsən indi nələr baş verir. in the United States. Amerikaya baxın. The intellectuals are alienated from the people, Bütün intellektual ziyalıları yadlaşdırıb kənara çəkirlər cəmiyyətdən. and then you have opportunism. Opportunizm. It's like the 20th century again. Mən elə bir qayıdır filmin izləsinəm. The 1920s, 1920-ci il. Weimar, Weimar is Washington. 20-ci əsrin Weimarı indinin Vaşinqtonu kimi. It's because you have Sorry, I'm sorry. I will stop there. Münaqədə icazə versəz getməyin. You see, it comes from literature. You can see it in literature as in a dark mirror. Bir qara bir güzgü kimi özündə onu ədəbiyyatda görə bilərsən, müşahidə edə It's bilərsən. the prefiguration of things. Figurların dəyişməsi, başqa forma alması. Because literature is powerful. It's full of power. Ədəbiyyat özü doludur nəylə? Yes, and so you have to follow and try to keep it as wide-ranging as possible. Amma əslində ədəbiyyatı izləyib, ədəbiyyatı geniş spektr, böyle geniş miqyasda baxmaq. So I think that is now on the other hand, there are
people who were ignored, like the blacks, you know, Digər tərəfdən də qara insanlar who ignor olunurdu, məhəl qoyulurdu, dışlanırdı. no, but writing about themselves. And it's very difficult, even linguistically, because Guimarães Rosa went into the interior to find the language of the people. Linguistik olaraq qaranın özü haqqında yazması çətin bir iş idi, çətin ədəbi proses idi. Məsəl üçün Guimarães Rosa olanın içinə getmişdi, getdi olanın içində oldu Çindən yazmaq üçün. Buyurun. Sağlayıram mevzularınızı. Sualım belli ki, yecimi yaşıyla Yapmış hansı yazıcı və ya şairlə görüşüb söhbət eləmək istəyirlər və niyə? Braziliyadan yoxsa dünyadan? The question is to both of you. Which writer that are dead or alive, it doesn't matter. Would you like to meet, to have discussion, to have a share of opinion in the world or in Brazil? With whom would you like to meet personally and have a chat? Tədbirdən əvvəl dedi Lyosa tədbirlər. Yosa ilə tanış. I met David Roosevelt. So, well, the thing, of course, my first Guimarães Rosa in Brazil, Guimarães Rosa. because he was Əlbəttə ki, onun adını çəkməliyəm. an ambassador. And Guimarães Rosa? yes, he was a diplomat ambassador. He was, Guimarães Rosa adını çəkmək, o da mənim kimi səfir olub ona görə. and the mystery that I like to ask is something that I learned at school, is that he was the James Joyce. Yəni deyirlər ki, James Joyce-dur. His writing Yazı tərzinə görə, more and more complex. mürəkkəb yazı stilinə görə James Joyce deyirdilər. But a professor of mine showed to us that in his professional writing, he was increasingly clear. Amma öz şəxsi yazılarında kitablarından fərqli son dərəcə aydın və başa düşülən yazırdı. Bədii ədəbiyyatı başqa idi, öz şəxsi yazışmaları başqa. His memoranda, you have to read them and copy them because they are perfect, you know. And so I'd like to talk to him. Guimarães Rosa. Ok. And you please. Eu tenho um caso de amor com Machado de Assis. Machado de Assis istəyərdim görüşməyə. Machado Sorry, de I Assis. would say. Okay. Thank you so much. Başqa sual? Buyurun. İlginiz mübarek Brezilya Karnavalı dünyanın en büyük. We know that Brazil Carnival is one of the marvelous in the world literary cultural event. Sosyal nedeni anlamları. And what's the meaning, social and cultural meaning of these carnivals? Du vet, utover August. 40 saat danışacağım abi. It's another presentation. Tem vários canais. Okay. Yeah. Yeah, but He says that carnival means in Latin to say goodbye to the body in Latin, to say goodbye. yes. Yeah, it's big. Brasilya'da iki karnaval var. Mistik ayı gel. This is kind of, it refers to medieval and it's a mystical riot. Sosyal hızına yanışı. Brezilya karnavalları. Mistik mezmune kalın. Alongside with social context, do we have these mystic contexts in nowadays Brazilian carnivals? There are several types. Bizim karnavallarımız bir neçə cürdür, eyni cür, bir cür deyil. There's the Rio Carnival. Rio'da bir karnavaldır. This is for tourists. Onlar turistlər üçün. It's a big show. It's like a spectacle. There is Salvador. Salvador'da bir cür karnavalımız var. Everybody's in the streets. Hamı küçəyə çıxır. There's Recife. They dance 3 days, 3 nights. Recife şəhərimiz var. Orada 3 gün üçün hamı rəqs eləməlidir. So it's people participate. I know it's complex, but my view is it's a moment in which we became very oniric, and everything is topsy turvy. The reality can be thwarted. You can ignore reality. Həmin günlərdə gerçəkliyə meydan oxuduğumuz, gerçəkliyə məhəl qoymadığımız günlər hesab edirəm. Ruhumuz və bədənimizlə gerçəklikdən aralandığımız və oralarla olduğumuz vaxtlardır. Now you also can take apart this thing
in a very philosophical way and destroy it completely. İstəsən fəlsəfi yanaşıb hər şey məhv edə bilərsən. Some people like to do. I don't like to do this Çox adam deyir ki, bu nə deyirsiniz, xoşlamırıq fəlsəfi yanaşıqdır. Lazım deyil. because when you see it, when you feel it, I mean, it's marvelous. So do you want to change it? No. Why? Nəsə dəyişməyə ehtiyac var. Məncə heç bir ehtiyac yoxdur. Bu cür möhtəşəm tədbirimiz var, amma bizdə də bəziləri deyir ki, bəsdir, dayandırın, lazımdır. Who is the authority? Who gives me the authority to criticize something that comes from so deep? Belə dərin bir yerdən gələn mədəniyyəti, belə bir nümunəni dəyişməyə sənə kim hakimiyyət verir, kim sənə haqq verir ki, bunu tənqid edib dəyişdirmək istəyəsən? Öz ölkəni dəyişdirmək istəyir. So I could give you sociological, economic, we could just slice it like a cadaver, not a carnival, but a cadaver, and then you have no carnival. And when you have carnival, it's magic. Burada sehr var, burada iqtisadiyyat var, burada cəmiyyətin sosial əks-sədası var. Ona görə onu saxlamaq olmaz. Cənab səfir, sizi salamlayıram, yoldaşınızı salamlayıram. Siz Braziliya ədəbiyyatının keçmişindən, bugünündən, tarixindən danışdınız. Hazırda Braziliya ədəbiyyatı Braziliya cəmiyyəti üçün hansı anlama sahibdir, nə məna kəsb edir və bugünün ədəbiyyatı Braziliya adət-ənənələrini özündə necə əks etdirir? Sualınıza cavab olaraq deyim ki, bizdə ədəbiyyatın cəmiyyətə təsiri stabil olmamışdır. Yəni mənfi, müsbət, qalxır və yaxud azalır. Amma hazırda Braziliyada çox gözəl bir kitab sistemi formalaşmışdır. Çox gözəl şirkətlər kitab satışı ilə, kitab nəşri ilə məşğul olur və bu sevindirici haldır. Eyni zamanda çox gözəl bir yaxşı redaktorlar heyəti formalaşıb, yeni nəsil hansı ki, çox gözəl bir iş görür və bildiyimiz kimi ədəbiyyat redaktorlarsız mümkün deyil. Mən bir podkast dinləyirdim və bunun özü də bir təhlükədir. Bildiyiniz kimi, yəni digital həyatın fiziki kitabları üstələməsi, əslində kitab oxumalıyıq, amma bu dəqiqə hamımız Kindle-lara, podkastlara qaçırıq. Orada bir halla rastlaşdım, diqqətimi çəkdi. Hazırda Braziliya ədəbi sferasında baş verən bir kitab çapa hazırlanırmış. Biografiya, avtobiografik bir kitab. Onu Amerikalı yazıb, Portugal yazıcı Fernando Pessoa haqqında. Kitab möhtəşəm kitabdır. Fernando Pessoa'nın həyatının hər bir cəhətini xırda detallarına kimi əhatə eləyir. Braziliyada bu kitab 3 ilə hazır olmalıydı, reklamı da getmişdi. Amma bu kitab 13 ilə hazır olur. 13 il, yəni təsəvvürünüzə gətirin. Bunu ona görə deyirəm ki, yaxşı struktur, kitab barədə planlaşdırma, kitab bazarında sabitlik və uğur üçün əsas şərtdir. Mən özüm redaktor olmuşam. Mən redaktor olanda bizim dövrümüzdə bütün Braziliyadakı kitab mağazalarının sayı təkcə Buenos Airesdən az idi. Təkcə Buenos Airesdə bütün Braziliyadan daha çox kitab dükanı var idi. Və bugün sizin ölkədə kitab, kofe shoplarını görəndə mən sevinirəm. Kofeyi də çox içməyə başlamışsınız bu arada. Adamlar gəlir, oturur, kofe sifariş verir, qarşısında kitab, qəhvəsini içir, kofesini içir. Bu da yaxşı bir haldır. Biz bilirik ki, Braziliya dünyada idmanıyla, mədəniyyəti ilə, ədəbiyyatı ilə tanınıb. Biz Braziliya ədəbiyyatını oxuyanda qumlu çimərlikləri, Braziliya meşələrini, futbolu hiss eləyə bilirik bəzi əsərlərdə. Sualım belədir. Bəs siz Azərbaycan kitablarını oxuyanda, kitablarda ruhu duya bilirsinizmi? Siz hansı kitabları oxumusunuz və siz Azərbaycan kitablarını oxuyanda Azərbaycanın ruhunu, atmosferini, təbiətini, həyat tərzini o kitablarda duya bilirsinizmi? Xahiş edirəm sualıma bir səfir kimi yox, oxucu kimi cavab verirsiniz. Kapları başdan deyim ki, mənim oxu bacarığım Azərbaycanda 6 yaşda uşağın bacarığı qədərdir. Onu biləsiniz. Azərbaycan dilini öyrənmişəm. Oxuyuram, qəzetlər oxuyuram, arada xırda məqalələr, hekayələr oxuyuram. 600-ə kimi söz bilə bilərəm.
Amma bu qədər, bundan artığını yox. Elə gördüklərim ancaq Putin, Trump, danışıqlar, siyasət. Bunları oxuyuram Azərbaycan dilində qəzetlərdə. Amma ədəbiyyat çox istəyərəm oxuyam sizin zəngin ədəbiyyatı. Üç saat, 3 səhifəyə 3 saatim getdi, bir dəfə cəhd elədim. Onu oxumaq, başa düşmək çox istəyərəm. Başqa dildir, yad dildir mənim üçün. Misal üçün, mən oxuyuram tərcümələri. Orijinaldan bildiyim, tanıdığım kitabların Azərbaycan dilinə tərcümələrini. 2 kitabı yan-yana qoyuram, elə oxuyuram. Azərbaycan dilinə tərcüməyə. Diliniz çox zəngindir. Oxuduqca da dilinizin nə qədər ifadə vasitələrinin geniş imkanlara sahib olduğuna əmin oluram 2 kitabı yan-yana tərcümədə oxuyanda. Misal üçün, sizin sintaksis, dırdır, bitən deməli, sufikslər onu göstərir ki, şeirlər sizin dildə çox gözəl səslənər. Diliniz məlahətlidir, ədəbiyyat ifadəsi üçün. Sabit və ciddi qrammatikanız tərcümə imkanlarını genişləndirir ki, dünya ədəbiyyatı Azərbaycan dilində daha yaxşı səslənsin. Düşüncəm bu yöndədir. Həm də yolları çoxdur. Adi bir cümlənin sizin dildə ifadə vasitələri, tərcümə imkanları çox genişdir. Bir dəfə, 2 dəfə Google Translate-də oxuyuram, qoyuram, baxıram və dilinizin ifadə vasitələrinin nə qədər geniş imkanlara sahib olduğunu, gözəl səsləndiyini tərcümələrin bir daha şahid oluram. Zamanım olanda amma mütləq sizin gözəl dilinizi öyrənəcəm və ədəbiyyat da oxuyacam. İndi mən sizdən soruşuram. Hazırda ədəbiyyat üçün, Azərbaycan yazıçısı üçün əsas mövzu, prioritet mövzu nədir? Xahiş edirəm, cavab verin bu sualıma. Cənab səfir bir sual ünvanladı ki, bugünkü Azərbaycan ədəbiyyatı nə yazır? Mr. Ambassador, you asked what we are writing about Yes. today. I'm going to answer. Biz uzun müddətdir ki, 30 ildir ki, müharibə şəraitindəyik. Qarabağ müharibəsi. Ona görə ədəbiyyatın diqqəti daha çox yönəlmişdir müharibə mövzusuna. During 30 years about during the Karabakh War, the writer's attention and focus was mainly on Karabakh issue. Bayaq siz Braziliya ədəbiyyatından danışanda milli kimlik mövzusuna toxundunuz. Biz də Today you mentioned the problem of national identity. We have the same here. 200 il Rusiya müstəmləkəsində olmuşu və milli kimliyi zədələnmiş bir xalq. And we have been under Soviet occupation, under Russian occupation for 200 years. And during these 200 years, our national pride was injured, damaged. Bugün ədəbiyyatın bir hissəsi də, yazıçılarımızın bir hissəsi də milli kimliyin bərpası ilə məşğul. And now the part of the writers and poems is engaged to re-establish this damaged national pride. Və ikinci əsas məsələ, əsas diqqət göstərilən məsələ Azərbaycanda bu müstəmləkəçilik dövründə sosioloji məsələlər bizdə ideoloji müdaxilə olunduğuna görə öz həllini tapmır. Bugün biz yenidən öz sosiologiyamıza qayıdırıq. Öz millətimizin sosioloji problemlərini Under the Soviet occupation, our social issues was completely ignored with ideology. Everything was ideology. Now we are mostly engaged in social issues about the sociology of the nation, or everyday life. Because in Soviet era, everything was different. Ideology, communism. Ama şiir yazanda sözsüz ki ancaq sevgidən yazır. I write always about the love. It's exception. Thank you so much.